Page 85, exercise 1. Look at the article, the titles and the image. Mətnə baxırıq, başlıqlara baxırıq və şəkillərə baxırıq. Then answer the question, check the correct answer. Daha sonra isə suala cavab veririk və düzgün cavabı qeyd edəcəyik. Gəlin baxaq. Families and tradition in the desert. Səhrada ailələr və ənənələr. Mətn sırf bu haqda deyildi. Water in the desert, səhrada su, bu haqda da deyildi. People's clothes in the desert, səhrada olan insanların geyimləri haqqındaydı. Düzgün cavab bu olacaq. Exercise 2, read the article quickly. Məqaləni sürətli şəkildə oxuyuruq. Daha sonra artikeldə olan sözləri qeyd edəcəyik. Artikeldə istifadə olunan sözlər dress, daha sonra glasses olmadı, pants olmadı, jacket olmadı, coat and clothes. Bunlardan istifadə etdik. Exercise 3, read and listen to the article. Check your answer to exercise 1 and 2. Tapşırıq 3-də məqalənin mətni yenidən oxuyuruq və dinləyirik. Daha sonra cavablarımızın doğruluğunu yoxlayırıq. Biz bayaq dinlədik və oxuyub tərcümə etdik deyə bu cavablarımız artıq düzgündür. Gəlin 4-cü tapşırığa baxaq. Exercise 4, match the beginnings of the sentences with the endings. Burada isə cümlələri uyğunlaşdırmada Əhməd is sending his picture to the magazine. İkinci, Abdullah is wearing a dress and a guitar. The man, daha sonra baxaq, are sitting and listening to stories. Olacaq C variantı. Ayşə is working olacaq. Ayşə işləyir. A variantı olacaq. Then exercise 5, read the article again. Məqaləni yenidən oxuyuruq. Decide if the sentences are true or false. Qərar veririk hansı cümlələrimiz true, düzgündür, false isə yanlışdır. Abdullah is an artist, yanlışdır, it's false. Daha sonra baxırıq. In the desert women wear dresses and men wear pants. Deyir, səhrada qadınlar paltar geyinir, kişiləri isə şalvar geyinir, yanlışdır bu. False olacaq. Hats are common to protect from the desert sun. Yəni günəşdən qorumaq üçün onlar papaqdan istifadə etmirdilər. Ona görə bu yanlış olacaq. Sandals protect your feet from the hot sand. Sandallar sizi isti qumdan qoruyur. Ayaqlarınızı isti qumdan qoruyur. It's true. Bu düzgündür. Nights are always hot in the desert. Gecələr, səhrada gecələr həmişə isti olur. Bu isə yanlışdır. Biraz sərin olurdu. Ona görə false olacaq. Women are responsible for getting water. Məsuliyyətlər su gətirməkdə düzgündür. It's true olacaq. Complete the sentences with the words below. Cümlələri aşağıda verilmiş sözlərlə tamamlayacağıq. People wear coats protect them from. Palto geyinirlər isti temperaturdan qorumaq üçün, yoxsa soyuq? Təbii ki, soyuq olacaq. Ona görə cold temperatures olacaq. Tibetarian usually wear clothes because it's hot in the desert. Səhra isti olduğuna görə onlar yenə boş paltarlar geyinirlər. Ona görə loose, yəni böyük paltarlar geyinirlər. Loose clothes olacaq. People wear in the summer not shoes or sneakers. People wear sandals. Yayda daha çox sandals geyinirlər. Daha sonra 4-də in the desert is very hot and it's difficult to walk there. Orada gəzmək çətindir, çünki səhra çox isti olur. Burada səhrada nə isti olur? Qum. The sand in the desert, səhrada qum çox isti olur və orada yerimək çətin olur. People don't wear coats when it's hot. İsti olanda insanlar palto, pencək geyinmirlər.